düşməni gördü, erməni görüb qabağında. Bunun üstündə sadəcə olaraq belə söhbət edirlər, gedir. Yəni söhbət bölünəşdə deyir ki, yəni biz nətər eləyək? Bu deyir ki, hələ ki biraz yaxınlaşaq, görə neyiniz? Yəni bu şəkildə söhbət edirlər. Belə ki, bölünəş biz döyüşçü yoldaşımız dedi ki, hayes belə cavab verdi. Təsəvvür bir-birindən belə deyək də, hazırsan deyib komanda aldıqdan sonra, yəni onların həmin o düşməni ani bir atəş nəticəsində məhv etdi həmin o postuda, yəni o Qubadlının yuxarısına ki, yəni belə bir situasiya bir yaranmışdı. Yəni görün necə sərbəst şəkildə, yəni bizim maşallah döyüşçü yoldaşlarımız, yəni döyüşə girirlər heç bir, yəni qorxu. İnandırım ki, elə bir ruh yüksəliyi ilə gedirdik. Yəni deyim ki, yəni bax səmimi sizə deyəcəm ki, yəni deyim ki, birdən döyüşə gedirəm, birdən şəhid olaram, yəni nəsə olar deyə bir qram da olsun bizə qorxu yox idi. Yəni həqiqətən həm bizim döyüş qabiliyyətimizin yüksək olması nəticəsidir bu, həm də ki, qurban olduğum elə bir ki, bizə bir belə deyək də ruh yüksəkliyi verirdi. Biz getdik həmin zaman iki qrupa orada ayrıldıq, Qubadlıya gəlib çatana yaxın müşahidə apardıq, əlbəttə bir xüsusiyyətli olaraq bir obyektə girməmişdən öncə biz obyektin müşahidəsini aparırıq. Müşahidə apardıq, düşmənin mövqelərini aşkar elədik. Mövqeləri aşkar etdikdən sonra artilleriya yönləndirməsi elədik. Yəni bizdə də artilleriya yönləndirmə qeyd etdiyim kimi çox yüksək səviyyədədir. Yəni adi artilleriyanın yönləndirmədə təsəvvür edin ki, maksimum 50 metr sapma, artilleriya 50 metr, 100 metr sapma verməsi, yəni dəqiq bir nöqtəyə vurmaq kimi bir şeydir. Yəni o qədər artilleriya yönləndirmə elədik ki, yəni düşmən başını belə orada qaldıra bilmədi. Elə bir onlarda təsəvvür yarandı ki, yəqin ki, hansısa bir dron, yəni bayraqdar gəlib dəqiq atəş açır. Snayperlərimizi mən xüsusilə qeyd etmək istəyirəm. Bizim hərbi qüvvələrin snayperləri belə deyək, müxtəlif ölkələrdə, xarici ölkələrdə kurslar keçmişlər, xarici ölkələrdə yarışlara qatılmışlar. Həm individual şəkildə yerlər tutmuş, həm komanda şəklində yüksək yerlər tutmuşlar və düşməni uzaqdan səri şəkildə məhv etmə qabiliyyətinə malikdir. Mən sizə deyim ki, bu müharibə ərəfəsində hər bir bizim snayperin, hələ mən Qubadlıya qədər, yəni deyim sizə, Qubadlıya qədər ən azı bir 50-dən yuxarı olanın sayında erməni leşi var idi. Yəni bizdə snayperlərin belə bir şey var ki, onlar bir-birindən yaxşı mənada intrig aparırlar. Biri gəlirdi 52 daha məndə. O birisi deyir ki, yox, mən bunu keçməliyəm. O da həm mənə, həm bizim döyüş yoldaşlarımıza çox belə xoş olurdu. Nə qədər onlardan biz leş sərildiksə, o qədər də bizi hər bir şəhidimizin, hər bir qazimizin, yaralımızın qisası alınırdı. Deməli, artilleriya yönləndirmə oldu, bizim snayperlərimiz gözəl şəkildə işləməyə başladı və taktiki olaraq bizim bir qrup yuxarıdan, dağdan üz aşağı istiqamət başladı. Bir qrupumuz isə çay qırağı ilə istiqamət aldı. Orada elə bir şəkildə bir əməliyyat icra olundu ki, yəni dəqiq atəş, bir sep şəklində biz açılmalar oldu orada. Yəni badi şəklində o düşmən tuta bilmədi ki, bura hücum edən neçə nəfərli bir qüvvədirmi? Yəni yuxarıdan atəş açılır, dəqiq məhv olunur, artilleriya bir tərəfdən vurulur. Yəni dəniz, daha doğrusu çay istiqamətindən gəlmə var. Yəni o tuta bilmədi. Yəni düşmən tam şəkildə orada məhv olundu. Yenə də həmişə olduğu kimi mövqelərini tərk etdilər, qaçdılar. Çünki əlbəttə ki, Azərbaycan Respublikası silahlı qüvvələrin qarşısında onların edə biləcəyi şey ancaq qaçıb canlarını qurtarmadır. Və beləliklə 19.03 radələr olardı ki, mən fəxrlə bunu qeyd etmək istəyirəm ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusiyyətləri bizim şanlı üstəncə bayrağımızı Qubadlıda dalğalandırdı. Bunu sosial şəbəkələrdə görə bilərsiniz. Bizim Cənab Ali Baş Komandana məruzəsi oldu. Möhtərəm Prezident, Cənab Ali Baş Komandan, sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hal-hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın Qubadlı şəhəri. Qubadlı Azərbaycandır!
Qubadlını biz azad etdikdən sonra təhvil verdik bizim dost qüvvələrimizə. Bundan sonra biz istiqamət götürdük Füzuli rayonunun şimal tərəfinə, kəndlər istiqamətinə. Deməli, döyüşlər həmin istiqamətdə çox ağır şəkildə keçdi. Çünki həmin o istiqamətdə düşmənin Qızılqaya deyə bir yüksəkliyi var. Hansı ki, o yüksəklik düşmənin 2-ci alayının taktiki komanda idarə etmə mərkəzidir. Təbii ki, əlbəttə alayın bir komanda idarə etmə mərkəzi yüksək səviyyədə qorunacaq. Çünki biz onu aldıqdan sonra təsəvvür ki, içəridə onun bunkerləri, yataqxanaları, arxada artilleriyaları, onun postları dəmir-beton konstruksiyadan betondan vardı və onların Qondarma Qarabağ Respublikası Müdafiə Nazirliyi də qeyd etmişdi ki, Azərbaycan Respublikasının silahlı qüvvələri hər hansı bir kəndi və ya da ki, şəhəri azad edə bilər. Amma bu yüksəkliyi heç vaxt keçə bilməyəcək, bu yüksəkliyi heç bir ala bilməyəcək. Belə deyək, döyüş tapşırığı gəldi, istiqamət aldıq Qızılqaya istiqamətinə. Onu qeyd etmək istəyirdim ki, o yüksəklik çox, belə deyək də, Rusiyada podyum olaraq çox yüksək idi və nə də problem var idi bizdə. Təsəvvür ki, belə bir yüksəkliyi, biz durduğumuz yüksəklik idi, düşürdüm bir dərə idi. Dərədən oradan bir su axı, çay kimi bir şey vardı və qamışlıq idi. Yəni biz oradan da onların atəşi tuturdu həmən, yəni atəş mövqeyi olaraq oranı tuturdu. Yəni biz cəld şəkildə həmin bir mövqeyi keçməliydik. Yəni burada bizim snayperçilərimizin böyük rol oldu. Yəni arxadan bizim snayperlər mövqeyiləndi, atəş açaraq bizi belə də atəş dəstəyi kimi təmin edərək biz orada sızdıq, tez şəkildə o qamışlığı keçdik. Gəldi, belə deyək də, atəş sektorundan onların çıxdıq, belə deyim. Sonra gəldi, başladıq biz oradan yoxuşa qalxmaya. Yoxuş çox, dediyim kimi, sərt yoxuş olduğuna görə qalxmağa da çətin idi. Həm də ki, düşmək əgər səndən yuxarıdadırsa, yəni onun üçün əlbəttə ki, atış atmaq, yəni istər qumbaranı atılması çox rahat şəkildədir. İnandım ki, orada qumbara o qədər say olaraq atır, elə bir ki, daş əvəz atılırdı. Yəni, əməliyyat 3 saat, 4 saat davam edər ki, bəs yüzlərlə orada qumbara partlayışı oldu. Həmin vaxtı biz çıxdığımız zaman onlarda, dediyim kimi, yəni, dəmir-beton konstruksiyanı, təsəvvür ki, bu adam normalda bir dənə PK-nı lüləsini çaldır, belə bir deşikdən atır, sən indi oradan rahat olaraq atır. Sən təsəvvür ki, onu vurmaq üçün həmin bir deşiyin içərisindən onu vurub məhv etməlisən. Bir PK postu var idi orada. Yəni, o belə deyək, bizim müəyyən bir etap irəlilənməyimizə imkan vermirdi. Bizdə Naxçıvan şəhərindən bir qəhrəman baş leytenantımız var, Zeynalov Elnur. Təsəvvür edin ki, o adam, belə deyək, özünü tam olaraq sipər edərək, yəni tam hücum edib, həmin o PK postunu məhv etdi, həmin zaman şəhid oldu. Hansı ki, onu atışma gedirdi orada, biz irəliyə bilmirdik. Yəni, Elnur onsuz da onu anladı ki, yəni, buradan haradansa bir nətərsə biz getməliyik. Elnur sağ olsun, mövqe olaraq atı getdi. Yəni, real kinolarda düzdür, bunu danışsam deyər ki, mən bəlkə kimsə deyə bilər ki, mən bunu kinoda görmüşəm, belə bir şeyi. Elnur yəni yaxınlaşıb atəş açaraq, yəni qumbara atdı həmin o PK postunun içərisinə, oradakı düşmən qüvvələri məhv olundu. Elnur qardaşımız şəhid oldu. Yəni Elnurun və Elnur kimi belə qardaşlarımızın belə şücaəti nəticəsində biz hər addım irəliləyərək torpaqlarımızı əlbəttə ki, azad etmişik. Biz irələdikcə bizim sağımızda da, yəni belə deyək, bir yüksəklik var idi. Bizim Ələsgəri Zaur var, bizə RPK-şnik idi, qəhrəman Misman yoldaşımız. Onunla bizim digər bir snayper yoldaşımız komanda verdilər ki, sağdan düşmən qüvvələri həmin yüksəkliyə doğru irəliləməyə başlayıblar. Yüksəkliklərdən başladılar bizi atəş açmağa. Təsəvvür ki, bir nəfər snayperlə bir 20-30 nəfərə yaxın olardı. Ələsgəri Zaur, yəni onlar ikisi həmin o istiqaməti tutdular. Həmin o tam olaraq onları susturdular, məhv etdilər.
Ələsgərli Zaur qəhrəmancasına şəhid oldu bu döyüşdə və hər bir döyüş olduqca, şəhid verdikcə biz daha da qisas hissimiz güclənirdi və biz irələməyə başladıq. Təsəvvür edin ki, bu zamanda bizim bir zabit yoldaşımız güllə yarası aldı. Yəni güllə olaraq qabaqdan, qarın nahiyəsindən, boşluğundan girdi, arxadan çıxdı. Yəni orada sizə sadəcə anlatmağa çalışıram ki, o canlandıram sizə oradakı döyüşün getmə situasiyasını. Təbii mən bu zabit yoldaşıma ilk tibbi yardım göstərmək istədiyim zaman inanın ki, o qədər yanımıza, sağımıza, ayağının altına güllə yarası. Bu adamı təsəvvür mən 3 dəfə mövqe dəyişdim tibbi yardım göstərilməsi üçün, sarğı qoyması üçün. Yəni burada sarğı qoyuram, yəni güllə yağır, yəni indi dəyəcək, yəni hər hansı bir nahiyəmizə bu dəqiqə dəyəcək deyə 3 mövqe olaraq dəyişdim. Təsəvvür ki, axırıncı mövqedə yəni buna həm atışırıq, həm düşmənlə bizim kontakt olaraq orada yəni deyim 20 metr, 15 metr, yəni 40 metr belə bir yaxın kontakt gedir, döyüş gedir. Həmin bu tibbi yardım göstərən zaman bizim zabit yoldaşıma gördüm ki, soldan bir dənə onların hərbi maşını gəldi. Təsəvvür edin, hərbi maşında da normalda ən azı bir 30 nəfərə yaxın şəxsiyyət töküldü. Yəni təsəvvür edin, biz orada düşdük, dairəvi bir aypara şəklində mühasirəyə düşdük. Təbii ki, biz xüsusi təyinatdayıq. Orada sonuncu döyüşçüyə qədər biz orada döyüşəcəydik. Yəni oradan çıxma fikrimiz də yox idi. Yəni bizə fərq eləmirdi hansı nə qədər qüvvə gəldi. Təbii burada mən o gördükdən sonra ki, bir 30 nəfər qüvvə gəldi. Qabaqdan digər bir misman yoldaşımız da komanda verdi ki, qabaqdan bir 80 nəfərə yaxın qüvvə hücuma keçir. Təsəvvür ki, orada, yəni biz də 24 nəfər. Təsəvvür orada, yəni belə deyək də, qüvvələrin say olaraq. Təbii ki, bu bizim İslam tarixindən də belə bəllidir ki, bizim elə bir döyüşlər olub ki, az bir say, çox bir saya qalib gəlib. Normalda mən sizə bir şey qeyd edeyim, yəni bir nüansı yarımçı qoyub deyərinə keçirəm. Normalda əgər sən hücum edən qüvvəsənsə, yəni hərb taktikasında belə bir şey var. 1-ə 3 prinsipi var. Yəni düşmən bir tağımdırsa, yəni məsələn deyəm, atıram 30 nəfərdirsə, sən onun üzərinə 90 nəfərini hücum eləməlisən. Yəni elə bir şey. Təsəvvür ki, düşməndə burada amma əksinə idi. Düşmən bizdən bir 5 dəfə çox idi, biz amma sayılıq az idi. Amma mən sizə onu da vurğulayayım ki, həmən yüksəklikdə düşmənin xüsusiyyətləri işləyirdi. Mən bunu niyə deyə bilərəm? Çünki normalda xüsusiyyətli taktikasında belə bir şey var. Ağır silahçıları, snayperləri, PK-ları adətən yerləşdirirlər arxada, arxa dəstəkdə, atəş dəstəkdə, yəni hücum yarım qrupu olaraq işləyir qabaqda. Yenə də istəyir mənim bölümdə yaranan zabit yoldaşımın da yarasından gördüm ki, 5.45 gülləsinin yarasıydı və işləyən o qruplarının, o irələnməni də biz görürdük ki, onların irələnməsində yəni əsgər deyildi. Yəni ekiprovkasından, hər bir şeyindən, yəni bu taktikanın istifadə edilməsindən onların xüsusiyyətləri. Təsəvvür ki, yəni bu sayda onların xüsusi təyinatları ilə, yəni mən rahat sağ tərəfdə o dediyim da sayı nəzərə alsaq, soldan gələn qabaqdan mərcə bir 100-150-dən yuxarı yəni qüvvə ilə rastlaşmışıq. Yəni tam olmasa da ən azı bir çox sayda onların içərisində xüsusiyyətlər vardı. Yəni həmin bu döyüşlər ərəfəsində mən bizim zabit yoldaşımıza tibbi yardım göstərən zaman yalnız ki, yəni o göz şahidi oldum həmin hadisənin. Tibbi yardım göstərə-göstərə təbii ki, başım ora qarışa bilməz. Yəni daimə müşahidə aparıram. Müşahidə aparanda gördüm bölümdəki yanımda bizim digər döyüşçü yoldaşımız Rəcəbov Ruslan, Misman Rəcəbov Ruslan, iki badi olaraq digər Ruslanın badi yoldaşı Ruslana dedi ki, Ruslan məni dəstəklə, bəs mövqeyə dəyişirəm. Ruslan qalxdı, atəş açmağa başladı. Yəni məndən olar bir 40 metr, 50 metr aralıda. Atanda Ruslanın bölündən qumbara düşdü. Mən o qumbaranı gördüm. Həmən o qumbaranın düşməyini, partlayışı, inanırsınız ki, real o bəzən kinolarda o zamedlinin kadrla göstərirlər. Hələ də yəni o partlayış gözümün qabağındadır.
Ruslan böyünə qumbara düşdü. Ruslan gördü, baxdı, atışını davam elətdirdi. Niyə? Çünki onun böyründəki, onun döyüşçü yoldaşı deyir ki, Ruslan məni qoru. Yəni ona güvənib, ona arxalanıb bu adam mövqe dəyişir. Ruslanın yəni döyüş qabiliyyətinin öz belə deyək də insanlıq mı deyim, o döyüş ruhunun yüksək olmasından mı deyim ki, yəni o adam ona baxmayaraq bildi ki, o qumbara patlasa da buna nəsə olacaq, zədə yetirəcək, şəhid ola bilər. Amma o ateşi dayandırmadı, davam elətdirdi ateşi, qumbara patladı. Düzdür, həmin vaxt Ruslan zədə aldı. Ruslana qışqırdım həmin vaxtı ki, Ruslan yaxşısanmı? Düzdür, cavab verdi Ruslan ki, hə, yaxşıyam, yəni normaldır. Ruslan həmin vaxtı özü tibbi yardım olaraq iynə özünə iynəni vurdu. Yəni təxliyə olaraq yəni razı olmadı, dedi ki, yəni davam etdirə bilərəm. Amma sonraki etaplarda mən görmədim Ruslanın sonradan güllə yarası da aldı döyüşü davam etdirəndən sonra. Biz təxliyə edən zaman hərbi sanitarkada Ruslan dünyasını dəyişdi. Yəni mən hər bir, yəni istər fərq eləməz, istər əskərindən tutmuş, yəni generalımıza qədər hər birinə təbii ki, fəxr edirəm. Şəhidlərimizin, yəni bizim hərbi dəniz qüvvələrinin, xüsusi təyinatların, döyüşçülərin, yəni şəhidlərimizlə həqiqətən fəxr edirəm. Yəni elə bir qəhrəmanlıq göstəriblər ki, hansı ki bunlar indi danışılır. Bunlar mən inanıram ki, üstündən illər keçəcək. Yəni bunlar yenə danışılacaq, gələcək nəsillərə bir nümunə kimi anlatılacaq bizim gənc nəsilə. Ruslan belə deyək, qumbara partlayışından sonra yəni ateş davam edirdi, döyüş davam edirdi. Bizdə uşaqlar yandan, döyüşçü yoldaşlarım yandan qışqırdı ki, məlumat verdilər ki, bəs Fəruxu vuruldu. Fəruq bizdə əslən Quballı şəhərindən olan Sumqayıtda yaşayan bizim cəngavər kapitan, leytenantımız, zabitimizdir. Vurulanda Fəruxa baxdım, Fəruq mövqeyini dəyişən vaxtı açıq bir mövqeydə onu vurdular. Onların dediyim kimi snayperləri yüksək səviyyədə yuxarıda idilər. Yəni rahat belə qalxma bizə çətin. Onlar bizi daha rahat gördən mövqeylənmişlər deyə biz baxmayın. Normalda gəlirsənsə sən mövqe olaraq, ani olaraq həmin vaxtı mövqe seçirsən. Yəni orada Fəruxa yaxınlaşmaq belə deyək də, ayaq üstə orada yəni heç cür yaxınlaşa bilməz. Yəni mən orada başladım, sürünə gəldim, Fəruxa yaxınlaşdım. Həmin vaxtı Fəruxun qan gəlirdi. Amma mən tam orada baxa bilmədim ki, çünki belə iç tibbi yardım göstərilməsi üçün mən bilirəm təbii ki, ilk olaraq iç tibbi yardım göstərmə, amma iç tibbi yardım göstərilməsi üçün birinci növbədə onu tərkəz mövqeyə biz çıxarmalıyıq ki, iç tibbi yardım göstərin. Fəruq amma danışa bilirdi, asta bir temlə danışa bilirdi. Gəldim, yaxınlaşdım Fəruxa, dedim Fəruq, yaxşısanmı? Dedi, yaxşıyam, biraz nəfəs ala bilmirəm. Dedim, bəs kömək elə mənə, bəs sürüyüm səni çıxardım da. Bizim mövqedən ki, bir 30 metr olar içəridə, yəni belə deyək də, açıqlıqda vurulmuşdu. Fəruq dedi ki, yox, ayaqlarımı hiss edəmirəm də, bədənim çox, gücüm yoxdur. Rəhmətli, belə deyək də, mən sürüyən zaman çevirdim belimi, bel üstə, bunu belə tutub sürüyən zaman biraz əli ilə hiss edim ki, yüngül, yəni məndən tuta bilirdi. Yəni sürdükdə, çünki o hər an düşmən çıxa bilər deyə silahımı yanıma yanıma qoyurdum, Fəruxu belə sürüyə gətirirdim. Gəldim o ki, mövqeyə çatmağına bir az qalmış, düşmən belə deyək də göründü. Düşmən görülən zaman ateş açdım. Bu vaxtı 2 dənə güllə mənim silahıma dəydi. Tam 1P76 cihazımız var. Yəni 1P76-ın düz yanından 3 dənəsi məni tutdu döyüş jiletimə, 3 dənə güllə tutdu. Bir güllə tutdu isə mənim qolumdan, sol qolumdan, yəni bu nahiyədən dəydi, arxa tərəfdən güllə çıxdı. Belə deyək, Fəruxa az məsafə qalmışdı. Fəruxu çıxardan, Fəruxa dedim ki, biraz kömək elə, çıxarda bilmirəm. Fəruq dedi, problem yoxdur, yəni sən çıx, başqa bir adamı göndərsin. Fəruxa elə dedim, yəni çıxıram,
Yəni onsuz da daşıya bilmirdim çünki ağrı idi. Baxma adam da hərəkətsiz idiyənə və qısa bir məsafə idi. Yəni yuvarlanaraq həmin atəş mövqeyini tərk elədim. Digər sonradan yoldaşlarımız Fərruxu dartdılar, çıxartdılar. Həmin yaralanan zaman belə deyək, digər zabit yoldaşımız yaxınlaşdı. Sağ olsun kömək elədi, mənə turniket qoluma qoydular və iynə vurmaq istədilər, amma mən belə deyək, ağır kəsicini vurmadım. Çünki siz necə, bəzən olur uzun gecələr, yuxusuzluq, fiziki yorğunçuluq, həm qan itirmə, o da narkotik tərkibli müəyyən bir halsızlıq əmələ gətirə bilərdi deyə məndə. Mən iynəni vurmağa qoymadım, çünki yəni məndə hər hansı bir halsızlıq olsa, digər bir təxliyə zamanı digər başqa bir şəxs də mənə qoşulmadı. Zaten onsuz da yaralarımız var idi, şəhidlərimiz var idi və say tərkibi olaraq biz az olduğumuza görə yəni mən həmin o ağız kəsiciliyinə özümə vurmadım. Təbii ki, bundan sonra döyüş davam elədi. Döyüş əsnasında bizim Lerişdən olan qəhrəman mismanımız var, Səfərov Elvin. O da bizim snayper sinəməzdən idi. Yəni dəfələrlə snayper yarışlarında xüsusi yüksək yerləri tutmuşdur. Yəni o həmin döyüşlər əsnasında şəhid olmuşdur. Yəni hər birimiz Elvinlə fəxr edirik. Deməli, o yüksəklik tam alınandan sonra bizim döyüş əsnasında yüksəklik götürüləndən sonra yuxarı komandanlığına bu barədə məlumat verildi və yuxarı komandanlıqdan əmr gəldikdən sonra, tam mövqeylənəndən sonra biz təxliyə olunduq. İlk olaraq məni Füzuli rayon xəstəxanasına gətirdilər. İlk tibbi yardım göstərildikdən sonra Göyçay rayon mərkəzi xəstəxanasına getdim. Mən buradan Göyçay rayon xəstəxanasının bütün həkim kollektivinə öz təşəkkürümü göstərmək istəyirəm ki, həqiqətən yüksək səviyyədə həm mənə, həm orada olan bütün yaralılarımıza yüksək səviyyədə tibbi yardım göstərmişlər, qayğı göstərmişdilər. Deməli, bu yüksəklikdən sonra bizim hərbi dəniz qüvvələrinin döyüşçülərimiz istiqamət götürdülər Xocavənd rayon istiqamətinə. Mənim ən heyfsləndiyim şeylərdən biri də oldu ki, demək olar ki, sülh müqaviləsi noyabrın 10-da bağlanmazdan 2 saat qabaq uşaqlar mənə zəng elədilər ki, bizdə Zalov Fəqan var, Füzuli rayonundan özü şəhidlikdən sonra, şəhid olandan sonra Vətən müharibəsi qəhrəmanı adına layiq olunmuşdur. Zalov Fəqan şəhid oldu. Yəni, bu günlərim hər bir onun ailə üzvü və onun bütün Azərbaycan xalqı Zalov Fəqanla fəxr edir. Belə deyək, mən söhbət əsnasında bizim ordumuzun, xüsusi təyinatlı qüvvələrin belə deyək, etdiyi tapşırıqlardan, icra etdiyi tapşırıqlardan danışdım. Düzdür, normalda əslində biz xüsusi təyinatlılar olaraq həm bizdə, həm dəniz qüvvələrinin xüsusi təyinatlıları, həm quru qoşulan xüsusi təyinatlıları olaraq biz əvvəllər məxfi olaraq saxlanırdıq, belə deyək də. Bizim haqqımızda o qədər də məlumatlar yox idi. Çünki bir xüsusi təyinatlının uğurundan bir məlumatı ancaq xüsusi təyinatlı bilə bilərdi. Yəni, belə deyək də, biz çox uğurlar əldə etmişik, döyüş tapşırıqlarını icra edirik. Yəni, biz bunu reklam xarakterli heç vaxtı eləməmişik. Çünki biz icra etdiyimiz hər bir tapşırıq, hər bir etdiyimiz bir əməl vətən uğrunda, millət üçün, bayraq üçün, dövlətimiz üçün olub. Yəni, ona görə də, belə deyək, bəlkə də mənim indiki hazırki çıxışım olaraq, yəni, bütün bunların danışmağım belə, yəni, gələcək nəsillər üçün sadəcə olaraq bir xatirə olsun deyə bir çıxışdır. Yəni, çünki biz övünmürük. Çünki bu bizim, belə deyək də, həm bir döyüşçü borcumuzdur, həm bir hərbiçi kimi borcumuzdur ki, vətənimizi müdafiə eləmək, hər zaman onun müdafiəsinə qalxmaq. Təbii ki, mən bizim silahlı qüvvələrin 2-ci Qarabağ müharibəsindəki uğurundan danışdım.
Təbii ki, bu zaman mən qeyd etməliyəm ki, bizim Azərbaycan xalqının rolunu mən xüsusilə qeyd etməliyəm. Çünki mən bunu bir neçə dəfələrlə demişəm, əgər bir xalq bir ordunun arxasında durursa, o ordu güclüdür. Bir çox, yəni, belə deyək də, dünyada inkişaf etmiş ordular var. Yəni, ola bilsin onun ekiprovkası, silahı, yəni, bəlkə bizdən yüksək səviyyədədir, amma yəni, bu Qarabağ müharibəsi göstərdi ki, 30 il ərzində belə deyək də, müdafiə olunan və bu cürə yüksək istehkam maneələr qurulan bir qüvvənin mi, ordunu mu deyim, biz 44 günə məhv elədiksə, bizim döyüş səviyyəsinin yüksəkliyindən xəbər verir. Bu da nə gəlir? Xalqdan aldığımız o vətənpərvərlik ruhundan gəlir. Adi mən sizə deyim ki, 27 sentyabrda biz gələndə o xalqın hər bir bizim indi çıxıb ora qədər getdiyimiz istiqamətdə hər bir rayondan, kənddən gedəndə əhalinin bizi, belə deyək də, görəndə bizi qarşılaması mı deyim, yola salması mı deyim, oradakı xalqın ruh yüksəkliyi bizə həqiqətən ilham verdi. Orada olduğumuz zaman düzdür, o qədər şərait olmurdu. Məsələn, biz sosial şəbəkələrə girək bu haqda, məsələn, baxaq, yəni neyniyət, çünki ancaq başımız döyüşlərə qarışmışdı. Amma eşidirdik ki, yəni, və xalqın canfəşanlıq göstərərək bizim orduya yardım edir. Təbii ki, bizim ordumuz, Müdafiə Nazirimiz, yəni istiqamati cəhətdən, həm güc cəhətdən, həm dövlətimiz, yəni ona ehtiyac yoxdur, hər bir şeylə bizi təmin edir. Amma mən onu da qeyd etmək istəyirəm ki, yəni hər bir Azərbaycan vətəndaşı hansı ki, canfəşanlıq göstərirdi, ora bir yardımları göstərirdilər. Çünki bu adam düşünür ki, mən belə deyək, döyüşmürəm, amma öz dövlətimə, öz orduma bir göstərə biləcəyim bir yardım əlini göstərərək bizə yardımlar göndərdi. Onların bütün o Azərbaycan xalqına o cəhətdən təşəkkürümü bildirmək istəyirəm. Var olsunlar, sağ olsunlar ki, yəni bizi Azərbaycan ordusunu dəstəkləyirdilər. Bizim Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev gözəl bir sözü var, dəmir yumruq. Yəni, onu qeyd edim ki, bizim yəni o söz, yəni sözün arxasında böyük bir məna var. Dəmir yumruq deyəndə mən özüm bir Silahlı Qüvvələrin zabiti olaraq öz fikrimi, yəni o ifadəni mən belə başa düşürəm ki, dəmir yumruq dedikdə, yəni cənab Ali Baş Komanda əlin yumruq olaraq sıxdıqda bu barmaqları bir xalq olaraq təsəvvür etsək, xalqın birliyi anlamına gətirir. Yəni o danışdıqda bəlkə də hamımız görmüşük, yəni ifadəsi, yəni belə bir jesti, yəni qol olaraq dövlət, yəni güc strukturu, dövlətin gücü anlamında götürsək, necə ki, mənə bir onun gözəl bir sözü var, xoşuma gəlir, yəni onların başını əzdik, yəni xalqın birliyi ilə və ordunun, dövlətin gücü sayəsində biz onların başını əzdik. Yəni bu elə-belə deyilən bir söz deyil. Bu qələbə sadəcə bir qələbə deyil, bu şanlı bir qızıl hərflərlə yazılmış bir tarixdir, şanlı qızıl hərflərlə yazılmış bir qələbədir. Mən həqiqətən də fəxr edirəm ki, bu tarixin yazılmasında iştirak etmişəm. Düzdür, belə deyək də, təbii ki, hamı döyüşə atıla bilməzdi, hamı döyüşə bilməzdi. İndi belə bu tarixi yaşayanlar oldu, görənlər oldu və bu tarixi yazanlar oldu. Mən çox fəxr edirəm ki, yəni bu tarixi yazanlardanam. Mən fəxr edirəm ki, bu günlərim, yəni Azərbaycan Respublikasında yaşayıram. Mən bu günlər fəxr edirəm ki, mən Azərbaycanlıyam və Azərbaycan ordusunun zabitiyəm və fəxr hissi ilə və güvən bir hissi ilə deyə bilərəm ki, bir xüsusi təyinatlı qüvvələrin zabiti olaraq da bunu vurğulamaq istəyirəm. Azərbaycan ordusu, Azərbaycan xüsusi təyinatlıları, Azərbaycan xalqı daima cənab Ali Baş Komandanın arxasındadır. Hər bir zaman biz ondan əmr gözləyirik. Azərbaycanın xalqının üzərindən sülh, əmin-amanlıq əski olmasın. Qarabağ Azərbaycan olub, Qarabağ Azərbaycandır və daima Qarabağ Azərbaycan olaraq qalacaqdır.